Xalid gəlir, düşsən. Gəlir, sən düş, gəlir. Mervan'ı öp. Never make promises, 'cause I don't keep them. I never make promises, 'cause I don't keep them. 'Cause I don't keep them. 'Cause I don't keep them. 'Cause I don't. Bunları çok beğendim ama biraz yok, çok bahadır. Evan için əla icradır. Hətta bu da sadece olarak bu qiymətə dəyməz. O pulu verməyə. I never make promises, 'cause I don't keep them. I never make promises, 'cause I don't keep them. 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 'Cause I don't keep never make promises, 'cause I don't keep them. 'Cause I don't keep them. 'Cause I don't keep them.
'cause I don't keep them. I never make promises, 'cause I don't keep. Mərvanı gələn kimi yatsıdırdım. İndi də mən birinci bunları video çəkim, yavaş-yavaş yerbəyer edim. Özüm də çox yorğunam. Bütün günü kablokda. Ona görə tez bazar bu vlogu tamamlayım. Belə deyim də, adətən videolarda görürük ki, market alış-verişləri yazılır, böyük market alış-verişi və yaxud da ki, kiçik bir market alış-verişi. Amma bu isə məndə nə kiçikdir, nə böyükdür, orta bir market alış-verişi eləmişəm. Mən həmişə Bravodan giləzi yumurtasını alıram. Kənd yumurtası sayılsa da, amma təmiz kənd yumurtası deyil əlbəttə ki. Şirniyyatlara mən bu yumurtadan istifadə edirəm. Hətta bəzi yeməklər var ki, onlara belə mən bu yumurtadan istifadə edirəm. Elə yemək var ki, kənd yumurtası nəsə xoşuma gəlmir. Ona görə bununla əvəz edirəm. Almaniya məhsuludur. Və belə bir sirop almışam, karamelli. Bunları sırf pankeklər üçün almışam. Başqa bilmirəm, başqa nədə istifadə edə bilərəm. Ancaq bir dənə pankeki bilirəm. Yenə də araşdıracağım. Görüm başqa hansı şirniyyatlarda istifadə etmək olar. Orada bir neçə növü var idi. Çiyələkli, malina, narlı və s. Şokoladlı, darçınlı. Mən karamellisini götürdüm. Sünger. Hər zaman bundan alıram. Saçım üçün Pantene'in argan yağlısını almışam. Saç dolaşırsa və saçda codluq varsa, mən daha çox bunu saçımın uclarına istifadə edirəm. Biraz məndə dolaşır o hissə. Görə Pantene'in bu yağını çox bəyənirəm. Azər çay, mənim ən sevdiyim çaydır bu. Vaz keçə bilmirəm bu çayımdan. Belə. Sonra bu universaldır. Qızlar. Roche firmasıdır. Bu firmanı mən çox eşitmişəm. Heç vaxt istifadə eləməmişəm. Heç vaxt deyərkən Gürcüstanda yaşayanda bunun qab yuma gelindən almışdım. Yəni bu, əsas bunu deyim ki, bunun tərkibi təmiz tərkiblidir, ingrediyentləri təmizdir, naturaldır və bunun plastiki də təbiətə zərər vermir. Yəni bu çox önəmlidir. Və bunu da deyim ki, sizə bu universaldır. Yəni burada qeyd olunub nələrə istifadə etmək olar. Pol silmək üçün bəzi mətbəx əşyalarındakı mebellər, kafel, plitkalar, santexnikanı hətta belə təmizləyir. Dəriyə əsla zərər vermir. Xüsusilə də bəzi qadınların dəriləri çox həssas olur. Və bu burada xüsusilə qeyd olunub ki, dəri üçün təhlükəli deyil. Dediyim kimi bunu xüsusilə almışam pollar üçün. 1 ilə yaxındır ki, mən bu yağdan istifadə edirəm. Kərə yağı çox qəşəng yağdır, çox bəyənirəm bu yağı. İlk dəfədir ki, bu firmanın balını alıram. Neçə vaxtda Qinyat oğullarının ballarını alırdım. Mesela bu səfər dedim bir bunu da alım yoxlayım. Neçə vaxtda bulgurdan istifadə eləmirəm. Hətta deyərdim ki, 2-3 aydır ki, bulgur almırdım. Görəsən mənim sonuncu qarpızımsan. Axırıncı dəfə səni yeyəcəm. Yəqin ki, sənin için şirin olacaq. Və orada çörəkdir, toz çörəkdir. Bir də bu Alman məhsuludur. Aloe veralıdır götürdüm. Antibakteriyalını qeyd olunub ki, meyvələri belə bununla yumaq olar. Meyvələrin üzərindəki bakteriyaları öldürür. Və yəni bilməyənlər indi gedib ferinlə də yuyarlar. Asla belə bir şey eləməyin. Belə dediyim kimi nə kiçik, nə böyük, orta bir alış-veriş videosu elədim. Qızlar, bəzi ərzaqlar arxamda qalmışdı, onları görməmişəm. Tamamilə unutmuşam. Birdən çönüb arxaya baxıram, görürəm bir neçə kulokda qalıb. Daha çəkmişkən hamısını göstərim. Nəysə, hamısını yığmışam. İndi yerbəyer edəcəm. Sonra bu süddən də almışam. Yəni mən bunları içmək üçün almıram. Ümumiyyətlə mən nə Mərvaya, nə də özüm süd içmirəm. Ya kofe üçün belə bunlardan daha sağlıqlı südlərdən alıram. Amma bunları isə keksə, şirniyyatlar üçün alıram. Və burada bizim tarlanın yaşıl noxudu, sonra tomat aldım. Mən çox nadir hallarda tomatdan istifadə edirəm, onu da deyim. Keşop götürmüşəm.
hərdən kartoşka fri edirəm. Mərvaya bundan vermirəm qızlar. Heç Mərva bir dəfə yemişdi, dadını da bəyənmədi. Burada nə qaldı göstərmək istədiklərimdən. Hə, sonra belə salatlar üçün biraz bundan arada bir istifadə edirəm. Kahılı belə salatlara. Burada bu qədər. Belə. Hə, bunları da qaşamaş olub aşağısı. Heyf, alanda hamısı diri-diri idi, qəşəng. O qədər gəzdilər mənimlə. Bütün əzildi. Ayıb yox. Və çiyələk də biraz altdakilar əzilib. Aman çuva yemək. Hə, orada da yemiş. Dediyim kimi bunları sonuncu dəfədir bunları alıram. Artıq qaymaq və bunu yeməyə yox, şirniyyata almışam və belə bir şotka aldım. Mesela bu səfər dəyişdim şotkamı və rendamentin bu növünü aldım. Çox vaxtdakı daha təmiz pastalar alıram. Biomedin və yaxud da ki, Splatın bəzi növləri var ki, zərərsizdir. Bu səfər dediyim kimi kofeləri son vaxtlar çox içirəm. Biraz dişlərimdə saralma var. Ona görə hələlik dedim alım bir neçə dəfə istifadə edim. Dişim özünə gəlsin.